Evdəkilər dedi ki, ay qurman, o boyda səhifə işlədirsən. Bizi elə bir yerə apar ki, o videolarda deyirsən, dəhşət ləzzətli, tam haqqını ödəsin. Düzü biraz düşündüm və nəhayət Badamdarda yerləşən çoxdandır getmədiyim plov restoranını seçdim. Burada bir neçə dəfə olmuşdum və hər dəfə razı ayrılmışdım. Ən eksklüziv yeməklərindən sifariş etdim. Burada bir dənə quzu qolu verirlər, yanında kartofilə. Deyərdim süfrəmizin şahı o idi. Hər kəs çox bəyəndi. Əti çeynəməyə ehtiyac qalmırdı. Növbəti sifarişimiz quzu boynu idi. Yanında nar kimi qızarmış kartof, bulğurlu dolma, pomidor ilə servis edilmişdi. O da çox ləzzətli idi. Kebablar burada inanılmaz dadlı idi. Getsəniz buzov kebabını dadmağı çox tövsiyə edirəm. Lülə kebabları da super ləzzətli idi. Ətləri o qədər gözəl seçmişdilər. Təkcə ətləri yox, bütün ərzaqları super keyfiyyətdə idi. Növbəti sifarişimiz təndirdə bişmiş quzu maça idi. Üstü turşa şirin sos ilə mükəmməl bir şey idi. Hər şey burada özləri hazırlayır, reyhan kompotundan çörəklərə qədər. Siz corat qutabını coratda yox, bir də burada sınayın. Deyəcəksiniz nə qədər tərifləyirsən, inandırım sizi hələ az tərifləyirəm. Bura sadəcə olaraq bir dəfə gedin, nə demək istədiyimi anlayacaqsınız. Salatları da əla idi, qeyri-adi və ilk dəfə daddığım göy salatı da var idi, onu da getsəniz sınayın. Burada rayona getmədən özünüzü rayonda hiss edəcəksiniz. Nahar etməyə, özəl günlərinizi qeyd etməyə məkan axtarırsınızsa düşünmədən buranı seçin. Bir-birindən fərqli zövqlü kabinetləri var. Ailəmdən bir dənə yağlı 5 aldım. Aşağıda səhifələrini də mütləq qeyd edəcəm.